Bakının Suraxanı rayonunda yaşayan bir sakin ərazidə aparılan tikinti işləri ilə bağlı narazılıq edib. Sakin evinin qarşısında böyük obyekt tikildiyini, bununla da evinə işığın düşməsinin qarşısının alındığını bildirir. Sakin iddia edir ki, onun yaşadığı evin qarşısında iri obyekt tikilir və bu tikinti gecə-gündüz davam edir. Onun sözlərinə görə tikinti işləri faktiki olaraq gecə-qondu üsulu ilə aparılır və bunun üçün Suraxanı rayon icra hakimiyyətinin qeyri-qanuni razılığı verildiyi də bildirilir. Vətəndaşın iddiasına görə tikilən obyekt onun evinin qarşısında yerləşdiyi üçün yaşayış sahəsinə gün işığının düşməsinə mane olur və mənzil demək olar ki, qaranlıqda qalacaq. Qeyd edək ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevdir. O 2024-cü ildə bu vəzifəyə təyin edilib. Paytaxt rayonlarında mövcud problemlərlə bağlı Bakı şəhər icra hakimiyyətində keçirilən müşavirədə Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Deyir, get nə istəyirsən elə, göz yumacaq. Gəlib insanlara bu qədər əsəb yaşadırlar. Bu boyda obyektin sahibidir Suraxanı rayonunda. Bu Suraxanı rayon icra hakimiyyəti gününə qoyub da bu Suraxanı rayonunu. Ona görə töhmət almısan prezident tərəfindən. Nə günlədir bu Suraxanı rayonu? Kim nə istəyir onu edir? Biz pajar ilə üzbəyiz. Dağıdırlar. Evimin qabağında tikirlər. Yekə bir obyekt sallar qaranlığa məni. Çoçuklar dağıdıb tökürlər. İşıq burada yaman gündə. Gecə ilə, gecə gündüz tez olun. Gecə qondu eləyək, tikin göz yumuruq. 6 bazar, axşama qədər işləyirlər. Bəsdir daha bir şey. Bəsdir. Bəndən bəri sizə deyil ki, danışığa gəldi sizlə. Yenə bildiyiniz eləyirsiniz.